Axı görürsən də Muaviyə yaxşı insan deyirlər. Axı Muaviyə yaxşı insandır, pis insan olub. Necə insan olub? Deyim də axıcan, Muaviyə Qurana və Peyğəmbərə qarşı çıxan müşrik Məkkə ordusunun komutanı olan Əbu Süfyanın oğludur. Başdır ha. O atasını bildi. Maması necə adam olub? Maması yəqin yaxşı insan olar, ha axı? Axıcan, bu mama söhbəti biraz ağır söhbətdir, ancaq belə bir şey olub. Deməli, Həmzənin o vaxtı Uhud döyüşündə Peyğəmbərin komutanı olub Həmzə. Həmzə üçün tala qurublar. Deməli, Muaviyyənin maması gəlib, Həmzənin sinəsini yağıb, ciyərini çıxardıb, yiyib. Çünki məsələ ağzına alıb bu ciyəri. Diri-diri ha. Axı eşidirsən ha. Diri-diri insanda bax. Hindidir də bu. Hindistanlı olub. Ciyəri götürüb yiyib. Axı bəlkə o dediyin vərdiş halından çevirib. İnsandır da vərdiş eləyib elə. Nə görüb yerdən sinən bölüb ciyər yiyib axı. Axı Quranda bunlara aid ayə yoxdur. Bunların sülaləsine aid ayə yoxdur. Bunları tərifləyirlər axı. Muaviyə İmam Ali Aleyhisselamla dava elədi, döyüşdü. Sonra sağ eləmirəm Yazid. Ha, Yazid. Yazid bilirsən də, Peyğəmbərin nəvəsini şəhid elədi. Başını kəsdi, oyun çıxartdı, Kərbəla hadisəsi, bilirsən də. Var axıcan, Quranda bunların soyu haqqında var. Quranda keçirir Şəcərə-i Məlunə. İsra surəsi 60. Bunlara aiddir də. Peyğəmbər deyir, orada lənətlənmiş soy Şəcərə-i Məlunə. Bunların soyudur, Əməvilərdir. Başa düşdün axı? Eyvallah axı, Allah razı olsun. Allah Muaviyyəyə, Yazidə lənət eləsin axı. Mən də elə bilirdim yaxşı insandır. Ay, insanları necə azdırırlar ha? Bunlarla həqiqətən lənətlənmiş soylarmış. Haqqı danan dilsiz şeytandır. Allah əhl-i-beyt düşmənlərinə lənət eləsin. Məni döyüşə çağırmısan. Xalqı bir yana qoy, tək başına qarşıma çıx. Hər iki tərəfi döyüş əziyyətindən qurtar ki, hansımızın könlünün qaraldığı, hansımızın can gözünün tutulduğu bəlli olsun. Mən Əbül Həsənəm. Sənin atanı, dayını, qardaşını Bədr günü öldürənəm. O qılınc indi də belimdədir. O ürəklə düşmənimlə qarşılaşacağam. Dinimdən dönməmişəm, yeni bir peyğəmbərə uymamışam. Mən sizin istəyərək tərk etdiyiniz, zorla və istəmədən